Salam dəyərli şagirdlər və MİQA sertifikasiyaya hazırlaşan dəyərli üzvlər. Gəlin qəbul imtahanlarında istifadə olunmuş amin turşu məsələlərinə baxaq. Deməli, ilk öncə birinci məsələyə diqqət yetirək. X amin turşunun polikondensləşməsindən XX dipeptid əmələ gəlmişdir. Molyar kütləsini 188 verib. Daha sonra Y amin turşunun polikondensləşməsindən Y dipeptid əmələ gəlmişdir və molyar kütləsi 160-dır. Daha sonra isə XY amin turşunun birlikdə polikondensləşməsindən isə əmələ gələn dipeptidin kütləsi A veribdir. Bizdən A-nı soruşur. Deməli, 2X amin turşu polikondensləşdikdə bilirik dipeptid əmələ gəlir və buradan 1 mol da su çıxırdı. XX dipeptidin kütləsini verib 188 qram. Bilirik ki, suyun da kütləsi 18 qramdır. Cəmlədikdə neçə eləyir? 206 qram edir. 2 amin turşunun kütləsi 206 qram olarsa, onda amin turşunun molyar kütləsi 206 bölünsün 2. Yəni 103-ə bərabər olmuş olar. Daha sonra gəlin Y amin turşunu polikondensləşdirək. 2Y dipeptid plus su. 160 qram, yenə 18 qram, cəm edib 178 qram. O zaman Y amin turşunun molyar kütləsini tapmaq üçün nə edərəm? 178-i bölərəm 2-yə. 89 qram edər. Deməli, X-in molyar kütləsi 103, Y-in molyar kütləsi 89 olarsa, o zaman biz X-la Y-in birgə polikondensləşməsindən əmələ gələn dipeptidin kütləsini tapa bilərik. %103 89, suyun kütləsində bilirik 18 qramdır. Dipeptidin kütləsini gəlin buradan tapaq. Kütlənin saxlanma qanunu əsasən reaksiya daxil olan maddələrin kütlələrinin cəmi bərabər olmalıdır reaksiya məhsullarının kütlələri cəminə. 192 qramdan çıxarıq 18 qram. O da bizə verəcək 174. Deməli, cavabımız olacaq 174 qram bölünsün mol.